Bonjour à tous, hamıya salamlar. Bugün 6 aprel 2025-ci ildə 11-ci siniflər üçün buraxılış imtahanında düşən testlərin, sualların izahını verəcəm. Və testlərin izahına keçmədən öncə, əziz abituriyentlər, əgər siz də qəbul imtahanında yaxşı nəticələr əldə etmək istəyirsinizsə, bu il deməli ərsəyə gəlmiş fransız dili üzrə 30 variantlı sınaqdan ibarət olan vəsaitimi əldə edə bilərsiniz. Vəsaitin içərisində 30 variantdan ibarət suallar və dinləmə mətnləri, oxuyub anlama mətnləri ən son model testlərə uyğun şəkildə hazırlanıb. Siz də bu kitabı əldə edərək test vəsaitini əldə etmək istəyən şagirdlər 055 745 0549 telefon nömrəsi ilə mənimlə əlaqə saxlaya bilərsiniz. Poçt vasitəsilə bütün rayonlara göndərilir. Hər birinizə təşəkkür edirəm və imtahanda sizə yüksək nəticələr arzulayıram. İndi isə 6 aprel buraxılışının suallarına keçid edək. Écoutez le texte et répondez aux exercices de 1 à 6. Le grand écrivain français Alphonse Daudet est né à Nîmes en 1840. Böyük fransız yazıcısı Alphonse Daudet 1840-cı ildə Nîmes şəhərində anadan olub. Il a fait ses études dans un lycée à Lyon. O təhsilini Lyonda bir liseydə alıb. Ensuite, pendant 2 ans, il a travaillé dans un collège d'une petite ville dans le midi de la France. Sonra 2 il müddətində Fransanın cənubunda yerləşən kiçik bir şəhərin kollecində işləyib. Daudet écrit Lettres de mon moulin, qui est une série de nouvelles avec beaucoup de poésie et d'humour. Daudet Dəyirmanımdan məktublar adlı poeziya və yumorla dolu hekayələrdən ibarət bir seriya, yəni povest yazıb. Ce livre lui a apporté la célébrité. Bu kitab ona məşhurluq, şöhrət gətirib. Le journal L'Événement les a publiés pendant tout l'été de l'année 1866. L'Événement qəzeti bu hekayələri 1866-cı ilin bütün yay boyunca, yəni yay ərzində çap edib. En 1865, Alphonse Daudet a fait un voyage en Algérie, en Corse et en Espagne. 1865-ci ildə Daudet Əlcəzairə, Korsikaya və İspaniyaya səyahət edib. 3 ans après, il a publié le roman Le Petit Chose où il s'est inspiré de son enfance. 3 il sonra o, uşaqlığından ilham aldığı Le Petit Chose, yəni balaca şey romanını nəşr edib. Dans le roman, Jacques Daudet parle des problèmes de la famille et de l'éducation dans la société. Jacques romanında Daudet cəmiyyətdə ailə və təhsil problemlərindən danışır. Alphonse Daudet a un style très élégant. Alphonse Daudet'nin çox zərif üslubu var. C'est un grand classique de la littérature française. O fransız ədəbiyyatının yəni böyük klassiklərindən biridir. Alphonse Daudet est mort à Paris en 1897. Alphonse Daudet 1897-ci ildə Parisdə vəfat edib. İndi isə dinləmə mətninin sualları ilə tanış oluruq. Birinci sualda deyir ki, dans le texte il s'agit, mətndə bəhs olunur. A variantı, d'un voyage en France, Fransaya səyahətdən. B, du midi de la France, Fransanın cənubundan. C, des romans klassik romanlardan. D, de l'éducation française, fransız təhsilindən. Y, d'un grand écrivain français, böyük fransız yazıcısından. Təbii ki, mətni dinlədik, tərcüməsinə baxdıq. Mətndə doğru cavab olur Y bəndi. D'un grand écrivain français, böyük fransız yazıcısından, yəni Alphonse Daudet'dən bəhs olunur. Birinci sualın cavabı Y bəndi. 2. Complété par la bonne série, düzgün seriya ilə tamamlayın. Daudet a fait ses études dans un lycée
A 3 nöqtə. Dode deməli təhsilini bir liseydə alıb, hansı şəhərin liseyində alıb? Bizdən bu sualda onu soruşur. Doğru cavab olacaq Lyon, yəni B bəndi. Mətndə belə bir cümlə var idi. Deyir ki, il a fait ses études dans un lycée à Lyon. O təhsilini Lyonda bir liseydə alıb. Bu cümləyə əsasən testin cavabı B bəndi Lyon şəhəri olur. 3. Choisissez l'idée correcte. Düzgün ideyanı seçin. A variantı. Dans son roman Jacques, il parle de son voyage. Jacques romanında o səyahətindən danışır. Mətndə deyilir ki, dans le roman Jacques, Daudet parle des problèmes de la famille et de l'éducation dans la société. Jacques romanında Daudet cəmiyyətdən, ailə və təhsil problemlərindən danışır. Deməli, bu variant doğru cavab ola bilməz. B variantına baxırıq. Daudet est devenu célèbre grâce à son livre Lettres de Montmoulin. Daudet Dəyirmanımdan məktublar kitabı sayəsində məşhur olub. Bəli, bu doğru cavabdır. Çünki mətndə həmin cümlə var idi. Digər variantlarda nəzər salaq. Daudet parle de son enfance dans le roman Lettres de Montmoulin. Daudet Dəyirmanımdan məktublar romanında uşaqlığından danışır. Xeyr, bu doğru cavab olmur. Çünki o uşaqlığından Le Petit Chose adlı əsərində, romanında danışır. Deməli, Le Petit Chose adlı roman nəşr etdirir və həmin əsərdə öz uşaqlığından bəhs edir. D. Il est né en Corse en 1865. O, 1865-ci ildə Korsikada anadan olub. Təbii ki, bu variantda doğru cavab deyil. Çünki o, mətndə deyilir ki, Alphonse Daudet est né à Nîmes en 1840. Alphonse Daudet 1840-cı ildə Nimdə anadan olub, Nim şəhərində. Y. En 1895, Alphonse Daudet a fait un voyage en Espagne. 1895-ci ildə Alphonse Daudet İspaniyaya səyahət edib. Bəli, Alphonse Daudet İspaniyaya səyahət etmişdi. Amma o 1895 yox, 1865-ci ildə olub. Ona görə də bu cavab da, yəni il düzgün gəlmədiyinə görə bu cavabı da seçmirik. 4-cü sual. Écrivez un adjectif qui caractérise l'expression le style Alphonse Daudet. Alphonse Daudet'in stilini deməli, xarakterizə edən sifəti yazın. Mətnin sonlarında belə bir cümlə var idi. Onun yazı stili haqqında. Deyir ki, Alphonse Daudet a un stil très élégant. Alphonse Daudet'in çox deməli, zərif üslubu var. Deməli, onun yazmaq stilini xarakterizə edən sifət olur elegant. Doğru cavab olur elegant. Həmin sifətin yazılışını da sizə göstərirəm. Bax, bu formada yazılır. Elegant. Düzgün yazmaq lazımdır sözü ki, sizə doğru bal versinlər. 5. Répondez par écrit. Yazılı cavab verin. Dans quelle ville Alphonse Daudet est mort? Alphonse Daudet hansı şəhərdə ölüb, yəni vəfat edib? Mətnin sonuncu cümləsində deyilir ki, Alphonse Daudet est mort à Paris en 1897. Yəni, Alphonse Daudet 1897-ci ildə Parisdə vəfat edib. Deməli, doğru cavab olacaq A. Paris, Parisdə. Təkcə Paris yazmayın. Orada hansı şəhərdə deyirsə, siz də yazmalısınız falan şəhərdə. Yəni, A. Paris, Parisdə. O A sözünü qeyd etmək lazımdır. 6. Complétez par écrit, yazılı tamamlayın. Alphonse Daudet a travaillé pendant 2 ans. Alphonse Daudet 2 il ərzində işləyib. Mətndəki cümləni indi yadımıza salırıq. Mətndə deyir ki, il a travaillé dans un collège d'une petite ville dans le midi de la France. O, deməli, Fransanın cənubunda balaca bir şəhərin bir kollecində işləyib. Bu baxımdan burada 3 cavabı qeyd etmək olar. Məsələn, yazmaq olar ki, dans un collège, yəni bir kollecdə, yaxud dans une petite ville, balaca şəhərdə və yaxud dans le midi de la France, Fransanın cənubunda. Çünki orada 3 yeri qeyd edir bir cümlə içərisində. Onun işlədiyi yer Fransanın cənubunda, balaca bir şəhərdə bir kollec idi. Ona görə də hər 3 cavabdan, yəni 3-ündən birini qeyd etsəniz, doğru bal veriləcək. Hər 3-ünü yox. Sadəcə birini qeyd etsəniz belə doğru bal ala biləcəksiniz.
Dinləmə mətninin sualları haqqında bu qədər. İndi keçirik qrammatik test tapşırıqlarının izahına. Sual 7. Choisissez la bonne série. Düzgün seriyanı seçin. Tu as pris le billet. Sən götürdün bilet. Sən bilet götürdün. En 3 nöqtə ou yenə en 3 nöqtə classe. Nöqtədən sonra bizə verilən söz klassdır. Klass sinif deməkdir, deməli. Və yaxud burada sıra mənasını da verə bilər. Qadın cinsindədir klass sözü. Ona görə də bizim ora qoyacağımız sıra sayları da qadın cinsində olmalıdır. Nöqtədən sonra gələn sözə yəni diqqət etmək lazımdır. Çünki biz o sözün qarşısına qoyuruq sayları. Hər ikisi qadın cinsində olan say C bəndində verilib. Premier, bir də second. Doğru cavab olacaq C bəndi. Demək, cümlənin tərcüməsini deyim. Tu as pris le billet en première ou en seconde classe. Sən deyir bileti birinci yoxsa ikinci sinifdə almısan. 8. Choisissez la bonne série. Düzgün seriyanı seçin. Je veux que, mən istəyirəm ki, mon frère, qardaşım, 3 nöqtə, au théâtre, teatra et regarde des spectacles. Deməli, burada üzr istəyirəm. Deməli, burada je veux que, mən istəyirəm ki, burada vouloir feilini görürük. Vouloir feili indiki yaxud kondisioneldə, indiki zamanda yaxud kondisioneldə təsrif olunub, kö bağlayıcısı yazılarsa, biz ondan sonra deməli, nöqtənin yerinə qoyacağımız feil olmalıdır subjonktivdə. Vouloir istəmək deməkdir. Yəni, istəmək feilindən sonra arzu şəklində olan feil işlətmək lazımdır. Variantlarda arzu şəklində olan feil yalnız B bəndində qeyd olunub. Je veux que, mən istəyirəm ki, mon frère deməli, qardaşım getsin o teatra et regarde des spectacles və tamaşalara baxsın. Deməli, doğru cavabımız olur B bəndi. Subjonktiv arzu şəkli deməkdir, qəbula düşən mövzulardan biridir. Subjonktivin şəkilçilərini yadımıza salaq. Deməli, es, ions, ies, bir də n-t. Yazıldığı kimi dedim, deməli, subjonktivdə cümlədə kö bağlayıcısı işlənməlidir və ködən sonra mübtəda yazılır və mübtədadan sonra gələn feil saydığımız şəkilçilərlə bitməlidir. Bir də subjonktivdə kökdən dəyişən feillər var, bir neçə feil. O feilləri də əzbər yadda saxlamaq lazımdır, çünki onlar da düşür. Məsələn, burada B bəndində a illə yazılıb, o ale feilidir, subjonktivdə təsrif olunub. 9-cu test, former la phrase, cümlə qurun. Deməli, verilən cümləyə baxırıq və ona uyğun cümləmizi qururuq. Cümlənin düzgün forması belə olur. La Corse, Korsika, yəni Korsika adası, se trouve, yerləşir, à 1160 au sud de Nice. Korsika, deməli, Nice'in cənubunda 160 kilometrliyində yerləşir. Burada deməli, birinci mübtədanı götürürük. La Corse, Korsika, bu mübtəda. İkinci xəbər qoyuruq. Se trouve, yerləşir. Ondan sonra 2 dənə yer zərfi var. Birinci yazırıq, deməli, 1160 kilometrliyində. Sonra yazırıq Nice'in cənubunda. Nice'in cənubunda sözü söz birləşməsidir. Bilirik ki, söz birləşməsi tərsinə yazılır. Birinci yazırıq cənubunda, sonra Nice'in. Və doğru cavabımız da olur Y bəndi. Test 10. Choisissez la bonne série. Düzgün seriyanı seçin. Le professeur choisit un livre intéressant. 3 nöqtə, les enfants. Müəllim maraqlı bir kitab seçir. Uşaqlar, deməli, üçün yazmaq lazımdır. Nöqtənin yerində olan bağlayıcı olmalıdır üçün. Üçün də fransız dilində pour'dur. Pour sözünüsü. Digər variantlarda pendant, dans, de, a verilib. Onlar heç biri tərcümə etibarilə doğru cavab deyil. Le professeur choisit un livre intéressant pour les enfants. Müəllim uşaqlar üçün maraqlı kitab seçir. Söz önülər həmişə qəbula düşən mövzudur. Ona görə də söz önülər və onların işlənmə yerini, tərcümələrini yaxşı bilmək lazımdır. Növbəti sual, yenə choisissez la série qui convient. Uyğun gələn seriyanı seçin. Je veux donner ce livre à mon ami. Mən deyir, bu kitabı dostuma vermək istəyirəm. Burada iki sözü əvəzliklə əvəz eləməliyik. Həmin sözlərin indi mən altına xətt çəkəcəm və onları qırmızı rənglə göstərəcəm. Demək, ce livre, bu kitabı əvəz etməliyik onu sözü ilə. Kitab sözü kişi cinsində olduğundan onu le, kişi cinsini le əvəzliyi ilə əvəz edirik.
A mon ami, dostuma əvəz etməliyik ki, ona. Ona sözü də olur lui. Deməli, birinci le, sonra lui. Doğru cavab olur Y bəndi. Y bəndində deməli əvəzi düz qeyd etməmişdim, düzəltdim. Je veux le lui donner. Mən onu ona vermək istəyirəm. Unutmayaq ki, cümlədə həm vasitəli, həm vasitəsiz əvəzlik gələrsə, əgər əvəzliklər üçüncü şəxsin təkində yaxud cəmindədirsə, birinci deməli vasitəsiz əvəzliklər, yəni le, la, el apostrof, le, sonra isə vasitəli əvəzliklər, yəni lui yaxud da le əvəzliyi işlənə bilər. Bu qaydanı unutmayaq. Test 12, yine choisissez la bonne série, düzgün seriyanı seçin. Demain, Paul, 3 nokta, un voyage court dans les montagnes avec Céline et Catherine. Sabah deyir Paul, Catherine və Céline ilə dağlara qısa bir səyahət edəcək. Doğru cavab olur Y bəndi. Fera. Fera bu fer feilidir. Gələcək zamanda təsrif olunub. Ferin kökü gələcək zamanda elə F, E, R olur. Fer sözünün üstünə fütur səmplinin şəkilçilərini, yəni ayı, as, a, ons, ez, ont artırırıq. Cümlədə niyə fütur səmpl seçirik? Çünki orada dömən var. Gələcəyi bildirən zaman zərfidir. Dömən sabah deməkdir. Dömən, après dömən, yəni sabah, birisi gün, bu gələcək zamanı ifadə edən zərflərdən sonra feil fütur səmpl zamanında, yəni gələcək zamanda işlənməlidir. Ona görə də testimizin cavabı, doğru cavab Y bəndi. Test 13. Choisissez la bonne série. Yine düzgün seriyanı seçin. J'irai voir mes grands-parents. 3 nöqtə. Mən nənəm babamı görməyə gedəcəyəm. Burada diqqət eləmək lazımdır irai ali feilinə. Irai ali feilinin futur simple-də olan formasıdır. Ali feili deməli ir olur gələcəkdə. Cümləmizin xəbəri gələcək zamanı ifadə etdiyinə görə nöqtənin yerinə qoyulan zaman zərfi də gələcək zamanı bildirməlidir. Doğru cavab olacaq dans une semaine, yəni bir həftədən sonra. Bir həftədən sonra mən nənəm babamı görməyə gedəcəyəm. A bəndində il y a une semaine yazılıb, bir həftə var. Il y a ilə düzələn zaman zərflərindən sonra keçmiş zaman işlənir. O cümlədən C bəndində də il y a 15 jours, 15 gün var. Yenə keçmiş zaman, yəni passé composé yazmalıyıq. B və Y bəndində avant-hier, sırağa gün, hier, dünən sözləri olarsa, yenə cümlə keçmiş zamanlardan birində olmalıdır. Xüsusən də passé composé. Deməli, doğru cavabımız olur D bəndi. 14. Complétez par la bonne série, düzgün seriya ilə tamamlayın. Il fait froid, hava soyuqdur. Avant de partir, yola düşməzdən əvvəl. 3 nöqtə, les vêtements chauds, isti paltarlar. Baxırıq, A bəndində deyir ki, nö təbii, geyinmə. Yox, məntiqi olaraq bu cavabı seçə bilmirik. B, səbiy. Səbiy geyinir, 3-cü şəxsin təkindədir. C, nö mabipa, məni geydirmə deməkdir, bu da olmaz. Və D bəndi, nuzəbiyon, deməli, burada da nuzəbiyon biz geyinirik deməkdir, geydiririk daha doğrusu. Burada olmalıdır abiyevu. Abiyevu geyinin deməkdir. Bu səbiyye, geyinmək feilinin əmr formasıdır. Əmr formasında olduğuna görə, əmr formasının təsdiqində deməli vu orada deməli qayıdış əvəzidir. Qayıdış əvəzi işlənib feildən sonra. Pronominal feillərin əmr formasının təsdiqində deməli tö, nu, vu qayıdış əvəzlikləri feildən sonra işlənir. Tö əvəzliyi tua ilə əvəz olunur və əmr formasında tü, nu, vu şəxs əvəzlikləri isə atılır. Deməli, cümləmiz belə olur. Il fait froid, hava soyuqdur. Avant de partir, yola düşməzdən əvvəl, habillez-vous, les vêtements chauds, isti paltarlar geyinin. Test 15. Complétez le dialogue. Dialogu tamamlayın. Est-ce que tu peux? 3 nöqtə. Sən deyir, bilərsənmi? Cümlənin ardını tamamlamalıyıq. Cavaba da baxaq. Oui, bəli deyir mama. Bəli ana, je veux l'acheter. Mən onu alacağam. A bəndi, mettre ce journal sur le bureau. Bu deyir, qəzeti stolun üstünə qoymaq. Bu cavab ola bilməz, çünki sən deyir, tu peux mettre ce journal sur le bureau. Sən qəzeti stolun üstünə qoya bilərsən, amma cavabda deyir ki, je veux l'acheter, mən onu alacağam. Yəni, burada bir məntiqsizlik var. B. Tu peux me donner ce journal. Bu qəzeti mənə verə bilərsən. Yenə cavabda deyir ki, je veux l'acheter, mən onu alacağam. Yəni, burada da yenə düzgün cavab olmur. C. Tu peux écrire un article. Article məqalədir. Məqalə yaza bilərsən.
Cavabda deyil, mən onu alacağam. Yenə doğru cavab olmur. D. Prendre le bus. Avtobusa minə bilərsən, mən onu alacağam. Xeyr, bu da doğru cavab deyil. Doğru cavabımız olur Y bəndi. Acheter le journal. Acheter le journal qəzet almaq deməkdir. Deməli, cümləmiz bu şəkildə tamamlanır. Est-ce que tu peux acheter le journal? Sən qəzeti ala bilərsənmi? Oui, maman. Bəli, ana. Je veux l'acheter. Mən onu alacağam. Burada da cümlə futur proje zamanında verilib. V acheter alacağam. Bu futur proje zamanıdır. Test 16. Deməli 3 nöqtə qoyulub, sonra yazılıb mois d'avril, aprel ayı, mon frère arrive à Baku, qardaşım Bakıya gəlir. Bu testdə mois ay sözü kişi cinsində olduğuna görə nöqtənin yerində D bəndi, yəni A, U, yəni O yazılmalıdır. O mois d'avril, aprel ayında mon frère arrive à Baku, qardaşım Bakıya gəlir. O cavabını seçməyimizin səbəbi mois ay sözünün kişi cinsində olmağıdır. O mois d'avril, aprel ayında. Test 17. Posez la question au terme souligné. Deməli, altından xətt çəkilən cümlə üzvünə sual verin. Cümləmiz bu şəkildədir. Michel a une bonne idée de choisir un cadeau pour l'anniversaire. Michelin deyir, ad günü üçün, deməli, hədiyyə seçməyə bir ideyası var. Bon sözünün altından xətt çəkilib, bon yaxşı deməkdir. Une bonne idée, yaxşı ideya. Bon sözünə sual verməliyik. Bon qadın cinsindədir bu sifət. Ona görə də biz ona kel sözünü, kel ilə sual verməliyik. Kel ide, Michel a-t-il, Michelin hansı ideyası var? Michelin yaxşı ideyası var, sual veririk, hansı ideyası var? Belə, doğru cavabımız C bəndi. Test 18, çox sadə bir test tapşırıqdır. Choisissez les noms des arbres fruitières, meyvə ağaclarının adlarını seçin. A bəndində robe, don, chapeau, papaq, bunlar paltardır. Doğru cavab ola bilməz. D bəndi şu, kələm, kərot, yerkökü, bunlar da legüm, tərəvəzli olmaz. C bəndi pən, çörək, pule, toyuq, bunlar da qida məhsullarıdır, bu da olmur. Y bəndi pom, alma, cerise, gilas. Bunlar fruit, meyvə adlarıdır. Bizdən isə arbre fruitier, yəni meyvə ağaclarının adlarını soruşur. Meyvələrin axırına bəzilərində isə ir, yəni er və ir artıranda olur o meyvənin ağacı. Deməli, doğru cavabımız B bəndi. Pommier alma ağacıdır, cerisier gilas ağacı. Test 19. Choisissez la série avec la proposition impersonnelle. Şəxsiz cümləli seriyanı seçin. Variantlara baxırıq. Il ne joue pas bien son rôle. O öz rolunu yaxşı oynamır. B. Il fait réciter sa leçon. O bu dərsi deməli fait réciter burada gedəcək deməli söylətdirir. Bu olacaq icbar növ. Yəni voix faktitiv deyirlər buna. C. Il fait la cuisine. O xörək bişirir. Faire la cuisine xörək bişirmək deməkdir. Bu da şəxsi cümlə deyil. D bəndi il ne faut pas faire du bruit. Səs salmaq lazım deyil. Təbii ki, doğru cavabımız elə budur. Çünki burada il faut ifadəsini görürük. Il faut lazımdır. Bu şəxsiz ifadədir. Çünki həmin ifadədə il əvəzliyi o kimi tərcümə olunmur. Şəxsiz cümlənin deməli qaydasını yadımıza salırıq. Şəxsiz cümlələr hansı cümlələrə deyilir? İl əvəzliyi ilə başlayıb, amma il əvəzliyi o sözü kimi tərcümə olunmursa, həmin cümlələr şəxsiz cümlələr adlanır və şəxsiz cümlələr hansı zamanda, hansı formada olmasından asılı olmayaraq yenə şəxsiz cümlədir. Yəni şəxsiz cümlə ola bilər təsdiqdə, inkarda, sualda, fərq etməzdə hansı formada olursa, yenə şəxsiz cümlə adlanır. Yaxud şəxsiz cümlə indiki, keçmiş, gələcək və digər zamanlarda verilsə də yenə o şəxsiz cümlədir. Bu cümlədə il faut ifadəsi inkar formada verilib, il ne faut pas lazım deyil. Deməli, doğru cavabımız olur D bəndi. Y bəndində də deyir, il fait ses devoirs, o tapşırıqlarını edir. Təbii ki, bu da doğru cavab olmur. Şəxsiz cümlələri yaxşı əzbərləyin, əziz şagirdlər, çünki onlar çoxdur. Şagirdlər onlara əzbərləməyə biraz tənbəllik edirlər. Və həmişə də bu mövzudan sual düşür. Odur ki, şəxsiz cümlələri yaxşı öyrənin deyirəm. Test 20. Choisissez la série où le verbe est à la voix passive. Məchul növdə, yəni feili məchul növdə olan seriyanı seçin. Məchul növün qaydasını yadımıza salırıq. Məchul növ nə ilə düzəlir? Etir köməkçi feili və partisip passe olmalıdır o cümlədə. Yəni etir və partisip passenin köməyi ilə düzəlir və məchul növdə hərəkəti icra edən şəxs əgər bizə məlum olarsa, yəni icraçı tamamlıq olarsa, icraçı tamamlığın qarşısında par ya da dö sözünlərindən biri istifadə olunur. Və unutmayaq ki, məchul növdə par və dö sözünləri tərəfindən kimi tərcümə olunmalıdır.
Əgər onlar söz önü kimi başqa yəni tərcümədə olarsa, bu məchul növ ola bilməz. Deməli, cümlədə etir feili olmalıdır və ondan sonra particip passé işlənməlidir. Bir də par ya da de söz önləri tərəfindən kimi tərcümə olunarsa, biz həmin cümləyə voix passive, yəni məchul növ deyə bilərik. İndi variantlara nəzər salaq. A. Les élèves aiment faire les exercices d'anglais. Şagirdlər deyir, ingilis dili çalışmalarını etməyi sevirlər. Burada etir feili yoxdur, particip passé, pardır, heç nə, bu məchul növ olmur. B. Les leçons d'anglais sont intéressantes. İngilis dili deyir, dərsləri maraqlıdır. Et les élèves les font avec plaisir. Və şagirdlər deyir, onları məmnuniyyətlə, həvəslə edirlər. Burada etir feili var, amma etirdən sonra enteresan sifət gəlib. Yəni particip passé və yaxud pardır yoxdur. Bu da doğru cavab olmur ki, les leçons d'anglais seront apprises par tous les élèves. İngilis dili dərsləri deyir, bütün şagirdlər tərəfindən sont apprises, öyrəniləcək. Burada seront, bu etir feilidir. Etir feilindən sonra apprise işlənib. Bu da apprendre feilinin particip passesidir. Cümlədə par var. Par sözü tərəfindən kimi tərcümə olunur və deməli cümlə məchul növdədir. Doğru cavab olur C bəndi. Digər iki variantı da nəzər salaq. D-də deyir ki, après le leçon d'anglais, ingilis dili dərslərindən sonra les élèves vont à la cantine, şagirdlər deməli bufetə gedirlər. Məchul növdə deyil cümlə, ümumiyyətlə etir feili heç belə yoxdur. Y, tous les élèves apprendront les leçons d'anglais, bütün şagirdlər ingilis dili dərslərini öyrənəcəklər. Burada da apprendre feili var, etir yoxdur. Deməli, doğru cavabımız olur C bəndi. Test 21, choisissez la bonne série yenə. Le roman 2, écrivain sözünün qabağında 3 nöqtə var. Écrivain kişi cinsindədir, saitlə başlayıb. Kişi cinsli saitlə başlayan sözlərin qarşısında işlənən işarə sifəti set, yəni bir t ilə yazılan olur. Le roman de cet écrivain, bu yazıcının deyir romanları son célèbre məşhurdur. İşarə və mənsubiyyət sifətləri mövzusunu da yaxşı bilmək lazımdır. Xüsusən də isimlərin cinsini yaxşı bilmək lazımdır ki, bunlar da yəni həmişə asan tipli test tapşırıqları arasında salınır, şagirdlərə yəni verilən suallar olur. 22. Choisissez la bonne série yenə une pharmacie, pharmacie aptekdir. Deyir, etin mağazən bir mağazadır. On vend, hansında ki satılır, medikaman olmalıdır doğru cavab. Medikaman dərman deməkdir. Yəni aptek, dərman satılan bir mağazadır. Cümlənin tərcüməsi belə olur. Une pharmacie est un magasin où on vend des médicaments. Medikaman nə oldu? Dərman. Digər variantlarda vetman, paltar, fromaj, pendir, fruit, meyvə, liver kitab sözləri verilib. Təbii ki, məntiqi olaraq o cavabları seçə bilmərik. Məntiqi cavabımız tərcümə baxımından olur A bəndi. İndi isə oxuyub anlama mətninə baxacağıq. Deyir, lisez le texte et répondez aux exercices de 23 à 30. Mətni oxuyun və 23-dən 30-a dək çalışmalara, yəni cavab verin. İlk öncə mətnlə tanış oluruq. Chaque année, de nombreuses villes françaises, belges, suisses et canadiennes organisent la journée sans voiture. Hər il Fransa, Belçika, İsveçrə və Kanada şəhərlərinin çoxunda avtomobilsiz gün təşkil olunur. Pendant cette journée, la circulation automobile est interdite dans certaines zones, notamment dans les centres-villes. Bu gün ərzində bəzi zonalarda, xüsusilə şəhər mərkəzlərində avtomobillərin hərəkəti qadağandır. Les habitants utilisent alors des moyens de transport écologiques comme le vélo, trottinette ou le bus. Sakinlər bu zaman velosiped, skuter və ya avtobus kimi ekoloji nəqliyyat vasitələrindən istifadə edirlər. Beaucoup de personnes préfèrent marcher à pied. Bir çox insan piyada gəzməyə üstünlük verir. Cette journée présente plusieurs avantages importants. Bu günün bir neçə mühüm üstünlüyü var. Tout d'abord, il y a moins de pollution. Hər şeydən öncə az çirklənmə var. Yəni havanın çirklənməsi azalır. Car les voitures produisent beaucoup de gaz toxiques. Çünki avtomobillər çoxlu zəhərli qazlar buraxırlar. Ensuite, elles rendent la ville plus agréable sans le bruit des moteurs et des désagréables klaxons. Daha sonra mühərriklərin və siqnalların səsi olmadığı üçün şəhər daha xoş və sakit olur. L'environnement est plus calme et plus sûr
pour les piétons et les cyclistes. Ətraf mühit piyadalar və velosipedçilər üçün daha sakit və təhlükəsiz olur. De plus, c'est une bonne occasion de découvrir la ville autrement. Üstəlik, şəhəri fərqli şəkildə kəşf etmək üçün yaxşı bir fürsət yaranır, yaxşı bir fürsət olur. En prenant le temps d'observer les rues, les bâtiments et les parcs. Küçələrə və binalara və parklara diqqətlə baxmağa vaxt ayırmaq olur. Pour rendre cet événement plus attractif, bu tədbiri daha cəlb edici etmək üçün, les autorités encouragent les gens à participer aux activités gratuites. Səlahiyyətli şəxslər insanları pulsuz fəaliyyətlərə qatılmağa həvəsləndirirlər. Comme des concerts, des spectacles de rue, des jeux pour les enfants ou des stands d'information sur l'environnement. Konsertlər, küçə tamaşaları, uşaqlar üçün oyunlar və ətraf mühit haqqında məlumat stendləri, yəni hazırlayırlar, təşkil edirlər. Même si cette journée est temporaire, hətta bu gün müvəqqəti olsa da, elle montre qu'il est possible de réduire l'usage de la voiture et de protéger la planète. O göstərir ki, avtomobildən istifadənin azaldılması və planetin qorunması mümkündür. Certains habitants décident même de changer leurs habitudes et d'utiliser plus souvent les transports en commun. Hətta bəzi sakinlər vərdişlərini dəyişməyi və ictimai nəqliyyatdan daha çox istifadə etməyi qərar verirlər, yəni etməyə qərar verirlər. Test 23. Choisissez l'idée principale du texte. Tekstin idée principale əsas ideya deməkdir. Əsas ideyasını seçin. A. La journée sans voiture permet de réduire la pollution. Deyir, avtomobilsiz, yəni maşınsız gün çirklənmənin azalmasına imkan verir. Bəli, bu doğru cavabdır. B. Les habitants ne peuvent plus utiliser leur voiture toute l'année. Sakinlər bütün, yəni il boyu maşınlarından daha istifadə edə bilmirlər. Xeyr, belə bir fikir yox idi mətndə. C. Les habitants participent aux activités différentes. İnsanlar müxtəlif fəaliyyətlərdə iştirak edirlər. Bəli, iştirak edirlər, amma burada bu mətnin əsas ideyası deyil. Pendant cette journée, les transports en commun sont gratuits. Bu gün ərzində ictimai nəqliyyatdan istifadə gratuidir. Yəni pulsuzdur, havayıdır. Yox, belə bir fikir yox idi mətndə. İnsanlar ictimai nəqliyyatdan istifadə etməyə üstünlük verirlər, amma bu pulsuzdur deyə bir şey yox idi mətndə. Y. Les gens refusent à changer leurs habitudes. İnsanlar deyir, öz vərdişlərini dəyişməyi rədd edirlər. Xeyr, nabarot, əksinə orada dəyişirlər. Deməli, doğru cavabımız olur A bəndi. La journée sans voiture permet de réduire la pollution. Deməli, avtomobilsiz gün çirklənmənin azalmasına imkan verir. 24-ə baxırıq. Choisissez la réponse correcte. Düzgün cavabı seçin. Pourquoi la journée sans voiture est-elle favorable pour la ville? Verilən sualda deyir ki, nə üçün avtomobilsiz gün şəhər üçün əlverişlidir? A. Elle oblige les habitants à rester chez eux. O, sakinləri evlərində qalmağa məcbur edir. Xeyr. B. Elle crée un environnement plus calme et plus sûr. O, daha sakit və təhlükəsiz ətraf mühit yaradır. Bəli, doğru cavab elə bu olur. C bəndinə baxaq. Elle interdit aux habitants d'utiliser les transports en commun. O, ictimai nəqliyyatdan istifadə etməyi insanlara qadağan edir. Xeyr, bu fikir mətndə yox idi. Tam tərsi qeyd olunmuşdu. D. Elle augmente le nombre de voitures en circulation. O, deyir, sirkulyasiyada, yəni hərəkətdə olan maşınların sayını artırır. Y. Elle empêche les gens de se déplacer. O, insanlara hərəkət etməyə mane olur. Doğru cavabımız olur B bəndi. 25. Choisissez l'idée correcte. Düzgün ideyanı seçin. A. Les voitures sont interdites dans toutes les zones. Maşınlar deyir, bütün zonalarda qadağandır. Xeyr. B. Cet événement a lieu chaque mois. Bu, deməli, hadisə, yəni bu tədbir
hər ay keçirilir. Xeyr, hər ay keçirilmirdi. C. Seuls les cyclistes ont le droit de circuler ce jour-là. Həmin günü təkcə velosipedçilərin hərəkət eləmək hüququ var. Xeyr. D. Pendant cette journée, bu gün ərzində, les habitants utilisent des moyens de transport écologique. İnsanlar ekoloji nəqliyyat vasitələrindən istifadə edirlər. Bəli, doğru fikir də budur. Y-yə də baxaq. Tous les pays européens organisent la journée sans voiture. Bütün Avropa ölkələri maşınsız gün təşkil edirlər. Xeyr, orada bir neçə ölkənin adını sayır. Baxaq hansılardır? Deməli, Fransadır, Belj, Suisse, İsveçrə, Kanada. Bunların adlarını çəkir. Və növbəti sual 26. Quel mot peut remplacer le mot souligné dans le texte? Mətndə altından xətt çəkilən sözü hansı cümlə üzvü əvəz eləyə bilər? Altından xətt çəkilən sözə baxırıq. Altından xətt çəkilən söz el əvəzliyidir. El əvəzliyi nəyə əvəz eləyə bilər? Onun əvvəldəki sözə diqqət edək. Mətndə deyir ki, cette journée présente plusieurs avantages importants. Bu gün deməli bu günün bir çox önəmli üstünlükləri var. Yəni bir çox önəmli üstünlükləri təklif edir. Tout d'abord, öncə il y a moins de pollution, çirklənmə az olur. Car les voitures produisent beaucoup de gaz toxiques. Çünki deməli maşınlar çoxlu toksik qazlar, yəni zəhərli qazlar buraxır və deyir ensuite daha sonra elle rend la ville plus sûre. O şəhəri daha deməli əmin edir, daha təhlükəsiz yəni edir. Belə deməli burada danışılır cette journée, bu gün sözündən. Doğru cavabımız olacaq gün. A bəndi la journée və qadın cinsindədir. El əvəzliyi bizim doğru cavabımız da təbii ki qadın cinsində olan isim olmalıdır. A bəndində la journée qadın cinsindədir. La circulation, bu da sirkulyasiya, yəni orada maşınların dövriyyəsi, bu olmur. La voiture maşın, l'avantage, üstünlük, la pollution, çirklənmə, yenə bu da olmur. Doğru cavabımız A bəndi, orada günün əhəmiyyətindən, həmin o maşınsız günün əhəmiyyətindən danışır. 27. Choisissez dans le texte qui a le même sens que immeuble. Immeuble bina deməkdir. Bina sözü ilə eyni mənası olan, mətndə eyni mənası olan sözü deyir, seçin. Mətnə baxanda batiman sözünü burada görürük. Batiman da binadır. Qırmızı hərflə qeyd eləmişəm. Deməli, doğru cavabımız olmalıdır batiman, bina. Doğru cavabı 27-ci sualda qeyd edirik. Le batiman, l'immeuble bina, le batiman da yenə bina deməkdir. 28. Ce sont des substances polluantes qui sortent des véhicules et qui peuvent être mauvaises pour la santé et l'environnement. Qu'est-ce que c'est? Sualda bizə deyir ki, bunlar nəqliyyat vasitələrindən çıxan və sağlamlıqla ətraf mühit üçün zərərli olan çirkləndirici maddələrdir. Bu nədir? Bu yəni zəhərli qazlardır. Cavabımız olmalıdır zəhərli qazlar. Mətndən həmin cümləni tapırıq. Deməli, o cümləni mən qırmızı ilə qeyd etmişəm. Les voitures produisent beaucoup de gaz toxiques. Maşınlar deyir çoxlu toksik qazlar, yəni zəhərli qazlar istehsal edirlər. Deməli, bizim doğru cavabımız olmalıdır de gaz toksik. İndi həmin cavabı sualda yazırıq. Və beləliklə doğru cavabımız ce sont des gaz toxiques. Bunlar toksik qazlardır. 29. Complétez la phrase en utilisant au moins deux mots qui ne figurent pas dans le texte. Mətndə mövcud olmayan ən azı iki söz istifadə edib cümləni tamamlayın. Cümləmiz bu şəkildədir. Même si cette journée temporaire, elle montre qu'il est possible 3 nöqtə. İndi biz həmin cümləni ilk öncə mətndə tapmalıyıq və onun ardında verilən sözlərdən ən azı 2 dənəsini seçib, sinonim ilə əvəz edib cümləni tamamlayıb 29-cu sualda qeyd etməliyik. Cümlədə belə deyir, même si cette journée est temporaire, hətta bu gün müvəqqəti olsa da, elle montre qu'il est possible de deməli, nöqtə, o göstərir ki, mümkündür. İndi cümlənin ardını mətndən tapaq. Possible sözündən sonra réduire feili qeyd olunub. Réduire l'usage de la voiture et de protéger la planète. Avtomobillərin istifadəsinin azaldılması və planetin qorunması mümkündür. Bu cümlədə réduire feilini diminuer feili ilə,
l'usage sözünü utilisation və yaxud emploi sözü ilə, protejeni défendre, yaxud sauver, yaxud préserver feilləri ilə, planet sözünü isə la terre, yəni yer kürəsi sözü ilə əvəz edə bilərik. Mən şagird olsam, imtahanda bu cümlənin ardını özümü çox da çətinə salmayaraq, bu formada deməli, tamamlaya bilərəm. Possible sözündən sonra réduire l'usage de l'automobile et de protéger la terre. Yəni burada ən asan şagirdlərə olan söz voiture sözünü otomobil ilə əvəz etmək olar və planet sözündə la terre, yer kürəsi ilə. Təbii ki, réduire feilini diminuer ilə, aşağıda indi onları qeyd edirəm. Demək, réduire azaltmaq, diminuer də azaltmaq gedir. Utilisation, burada usaj, yəni istifadə sözünü əvəz edirik, utilisation, yaxud emploi istifadəsi, işlənməsi, bax belə əvəz etmək olar. Otomobil yenə voiture ilə, voiture otomobil ilə və yaxud qısa olaraq loto, l-apostrof, a, u, t, o da qeyd edə bilərdik. Otomobilin qısa formasını və protejeni bir çox sinonim ilə əvəz etmək mümkündür. Proteje mühafizə etmək, əvəz edə bilərik défendre, müdafiə etmək, sauver, deməli bu da yenə qorumaq, preserver, garder, hamısı qorumaq, mühafizə etmək bu mənada istifadə olunan feillərdə hər birindən əvəz etmək mümkündür. İndi keçirik ən sonuncu 30-cu sualımıza. Répondez à la question en exprimant votre opinion au moins en 3 phrases. Deyir ki, ən azı 3 söz ilə öz fikrinizi ifadə edib suala cavab verin. Verilən sual sözünə baxırıq. Qu'est-ce que vous faites pour la protection de l'environnement? Ətraf mühitin mühafizəsi üçün siz nə edirsiniz? İlk öncə meyarda verilən cavaba baxaq. Deməli, meyarda belə cümlələr qoyulub şagirdlər üçün. Notre planète est très importante pour nous. Planetimiz bizim üçün çox deməli, vacibdir, əhəmiyyətlidir. Il faut la sauver, onu qorumaq lazımdır. Car elle est en danger, çünki o təhlükədədir. Il ne faut pas jeter des papiers dans la rue. Deməli, küçəyə papier, kağız atmaq olmaz. Je tire les déchets. Mən zibilləri, tire çeşidləmək, ayırmaq deməkdir. Zibilləri yəni ayırıram. Je ne laisse pas couler l'eau. Mən suyu yəni açıq qoymuram, axaraq yəni qoymuram. Je n'utilise pas les sacs plastiques. Mən plastik torbalar istifadə etmirəm. Pour lutter contre la pollution, çirklənməyə qarşı mübarizə aparmaq üçün, on peut planter beaucoup d'arbres dans la nature. Təbiətdə çoxlu ağaclar əkmək olar, əkə bilərik. Je pense que chaque personne a sa responsabilité. Düşünürəm ki, hər kəsin öz məsuliyyəti var. Bu cümləyə başqa necə cavab verərik? Məsələn, bu cümlələrlə də cavab verə bilərik. Bunlar mənim versiyamdır. Pour protéger l'environnement, ətraf mühiti mühafizə etmək üçün, je prends les transports en commun. Mən ictimai nəqliyyatdan istifadə edirəm. Je recycle les déchets. Mən zibilləri təkrar emal edirəm. Yəni, yenidən istehsal edir. Nəsə köhnə əşyalardan, tullantılardan yeni nəyisə düzəldir. Resikli o feildir. Və je n'utilise pas trop d'électricité. Həddindən artıq elektrik istifadə etmirəm. Je plante aussi des arbres avec ma famille. Ailəmlə həmçinin ağac əkirəm. Je participe à des actions de nettoyage avec mes amis à l'école pour protéger l'environnement. Ətraf mühiti mühafizə etmək üçün məktəbdə dostlarımla təmizlik aksiyalarında iştirak edirəm. Nous ramassons les papiers et les déchets dans la cour et dans les classes. Biz siniflərdə və həyətdə zibilləri və kağızları toplayırıq. Puis nous plantons des fleurs et des arbres pour rendre notre école plus belle et plus verte. Sonra biz deməli məktəbimizi daha yaşıl, daha gözəl etmək üçün, yəni daha gözəl, daha yaşıl çevirmək üçün belə deyək, ağaclar və güllər əkirik. À la maison, evdə je tiens
J'éteins la lumière. Mən quand je sors d'une pièce, bir otaqdan çıxarkən işığı söndürürəm. Je ne gaspille pas l'eau. Suya israf etmirəm. Yəni suyu israf etmirəm. Je pense que, düşünürəm ki, chaque petit geste, hər balaca gest est important pour protéger notre planète. Planetimizi mühafizə etmək üçün əhəmiyyətlidir. Təbii ki, bunların hamısını yox, bunlardan 3 cümləni seçib fikirlərinizi bu şəkildə ifadə edə bilərsiniz. Buraxılış imtahanı 6 apreldə olan buraxılış imtahanı sualları haqqında bu qədər. Ümid edirəm bu izahlar sizin üçün faydalı olacaq. Əziz şagirdlər, əgər videonu faydalı hesab edirsinizsə, videonu like edib öz sinif yoldaşlarınızla linkləri paylaşmağı unutmayın. Bu il 11-ci siniflər üçün 3 dəfə qəbul imtahanı keçirildi. 1-ci zona, 2-ci zona və ötən ilin şagirdləri üçün hər üçünü YouTube kanalına izah elədim və yerləşdirdim. Növbəti videomuz 9-cu siniflərin qəbul imtahanının izahı olacaq. Yaxın günlərdə onu da YouTube'da izləyə bilərsiniz. Və izahlarım xoşunuza gəlirsə, MİQ, sertifikasiya və abituriyentlər nəzərinə, əgər siz də mənimlə hazırlaşıb imtahanda yaxşı nəticələr əldə etmək istəyirsinizsə, 055 745 05 49 telefon nömrəsi vasitəsilə mənimlə əlaqə saxlaya bilərsiniz. Abituriyentlərə xatırlatmaq istəyirəm ki, hazırlıqla bağlı müraciət etmək istəyənlər avqust ayının əvvəlində mənimlə əlaqə yarada bilərlər. Hər birinizə uğurlar arzulayıram. İnşallah imtahanda istədiyiniz nəticəni əldə edə bilərsiniz. A bientôt, hələlik.